vlogumdan sizləri salamlayıram. Bugün biz Qaxa gedirik və çox maraqlı vlog olacaq. Hal-hazırda mən arxada oturmuşam, çünki gedirik dostlarımızın dalıyca. Onlar da bizimlə birlikdə gedirlər. Məncə çox maraqlı olacaq. Gəlmişik dostlarımızın məhəlləsinə, gözləyirik düşsünlər. Yadınızdadırsa onlarla birlikdə İtaliyaya getmişdik. Onlarla çox maraqlıdır. İnanın 11 gün İtaliyada qaldıq. Bir dəfə olsun sözümüz düşmədi. O qədər yaxşı yola gedirik. O qədər şən kampaniyadılar, mehribandılar. Buna görə bir ayrı sevinirəm onlarla yol getdiyimə. Sonunda gəlirlər. Büyük buluşma. YouTube videoma xoş gəlmisiniz. Hoş geldik. Oturalım. Gəlmişik benzin doldurmağa. Sen 95 vursan da. Pol bak 98. Biraz ara verdik, çay içmək istəyirik. Hamımız yorulduq yol getməkdən. İndi hardayıq? Bura hansı tərəfdir? Şamaxı yolunda. 40 dərəcə istidə oturduq çay içməyə. Süleyman müəllim, istəyirəm siz də nəsə deyəsiniz. Sağ olun. Bu şərefi mənə tanıdığınız için. Aha, Valih müəllim gəlir. Yola çıkmışıq. Valih müəllim. Olar sizin özünüzdə düşsün. Çox Bir saatdir yola antisosial. çıxmışıq, 3 dəfə dayanmışıq. Keyflər yaxşıdır. Nə baxırsan, almaqsan? Çay fasiləmiz bitdi, artıq gedirik maşına. Karşıma çıkarmıştım gece yarı, bütün yayıldı galiba. Dedim ki nece yaraşar yanıma, eşkin ile can ol can da canıma. Halım yaman sen ol yanan halıma. Ben seni sadaketimle, kaldım hasretimle, musibetimle. Gəldiyi yoldaşımın nənəsigilə, o burada yaşayır və bizim üçün çox gözəl yeməklər hazırlayıb. Deseydim ki o video. Hoş, bu süper verim. Üstüne bir balaca sarımsak dök. Aha. Bir bağ var. Bu sirkə sarımsaq. Abi sarımsak. Qaxın məşhur yeməyi, sürhüllü. Birinci dəfədir yoxlayıram mən də. Necə? Ne karıştır? Turşusunu zaten. Hə, götür. Bunu yumurtayla yemək yaxşıdır. Bəyəndin Süleyman? Möhtəşəm. Mən Akazivitsə Daha sürhüllü yox, üçün doğulmuş. Sezon tutanı. Bunu nətər edirik? Eksperiment edirsiniz. Vale, sen dedin diye eləyirəm. Bir-birinə. Gəldik Qaxdakı ən sevdiyimiz, ən gözəl otelə, El Resort'a. Qaxda bir neçə otellərdə qalmışıq, yeni gələndə yeri olmadığı üçün burada. Ən gözəl şərait buradadır, inanın. Çox qəşəngdir, çox təmizdir. Həm buradakı kontingent, həm oralarda yerlər var. Axşam çox gözəl vibe olur, canlı musiqi olur. Oy yolu, nə şirin yatıb. Buranın yaşıllığına, mənzərəsinə baxın. Giririk bir-bir otaqlara baxırıq ki, hansı daha yaxşıdır. Daha bahalı luxury. İndi gedək biz özümüzə baxaq. Eyni şeydir prinsipi, prosta yerlər fərqlidir. Gözdə mən room tur çəkməliyəm. Mütləq room tur çəkməliyəm. Room tursuz olmaz. Girəndə belə qardirob otağı bizi qarşılayır. Çox rahatdır qardirobun olmağı. Daha sonra belə yataq. Bu arada çox böyüdür, çox geniş yerdir. Burada 2 nəfərlik oturma yeri. Və əsas məsələ bu mənzərə nədir? Bu nə gözəllik. Dağların arasında yaşıllıq, gözəllik. Wow. İstəyirəm sizə belə göstərim. Bu gözəlliyə baxın. Və burada belə 2 nəfərlik oturmağa şirin stol qoyulub. Bu gözəl mənzərəyə qarşı. Dincəldi, yorğunluğumuz çıxdı, əynimizi dəyişdi və indi gedirik Qaxa kəşf etməyə.
Amma əsas kontent sabah olacaq. Sabah qəşəng çəkiliş düşünürük. Gün işığında. Hava da gözəl olacaq. Burada havalar superdir. Gündüz çox istidir, amma axşamlar sərindir. Gördüyünüz kimi uzun qoldayam. Biraz soyuqdur hava. Hansı rayonda belə show proqram, belə işıqlı yerlər? Super. Qaxım var mı? İnanırsınız. Alakadıb, İzmir kimidir. İnsanlar da çox müasirdir. Burada canlı musiqi də var. Mənə başladı. Reyhan Zoğal. Mənə bitirən. İstəm sabah öyrənəcəm. Birden yer çekimini kontrol etmenin mümkün olduğunu anladık. İkinci gündən sizləri salamlayıram. Durduq, səhər yeməyimizi yedik, bəzəndik, düzəndik, indi çıxırıq. Dünən axşam hava çox soyuq idi. Gündüz vaxtı 40 dərəcə isti olur az qala, o qədər isti olur bişirsən, zaqar havası. Amma axşamları bir o qədər də soyuq olur. Yəni sportivində belə donurduq soyuqdan. Amma indi yenə gün çıxıb, yenə hava çox istidir. Gedirik gəzməyə. Zara'dan yeni aldığım dəsti giyinmişəm, çox bəyəndim. Materialı çox gözəldir. Bir ədəd qalmışdı bundan. Yəni deyilənə görə son ölçünü mən götürdüm və belə bir şey taxmışam, rəngi uyğundur deyə. Sırğalarım, üzüklərim, bəzəndim, düzəldim. Gedirik şəkil çəkdirməyə. Gəldik Ulu Körpüyə. Burada çoxlu insanlar var. İndi gedirik körpü tərəfə. Belə bir çay və bu da Ulu Körpü. Bu məşhur Ulu Körpü haqqında zəhmət olmasa məlumat verərdiniz. Bu Azərbaycan ən məşhur körpülərindən biridir. Onu xüsusi edən odur ki, bu qayaqsız körpüdür və kifayət qədər ağırlıq özündə saxlaya bilir. Yəni adi beton körpüləri sel aparsa da bunu indiyənə qədər sel aparmır və onun inşasında kifayət qədər əhəng və yumurtanın sarısından istifadə olunur. Yəni o da həmin dövrün inşaat materiallarına görə məncə çox möhtəşəm yerdir. Bir bu, iki Qaqarin most. Atları çox sevirəm. Gəldik İlisu tərəfə. İndi İlisu şəlaləsinə qalxacağıq. İlisu şəlaləsindən qalxacağıq. Başla. İlisu kəndini gəzdik. Hal-hazırda İlisu şəlaləsinə qalxmağa hazırlaşırıq. Mən elə bilirdim özümüz qalxa biləcəyik, amma sən demə burada xüsusi maşınlar var. Onlar bizi qaldıracaq və oradan çox maraqlı videolar, şəkillər paylaşacaq. Belə bir maşın gəldi dalımızca. İndi qalxırıq. Çox sağ olun. Aşağı gedirik. Bu da İlisu şəlaləsi. Burada mən olmuşdum qışda. Amma indi daha gözəl görünür. Nədə əsl adı? Ramramay şəlaləsi. Əsl adı belə imiş. Qalxırıq ora. Zerrin elə gözəl şəkillərimi çəkdi. Birazdan Instagramda paylaşacağım. Hal-hazırda gəlmişik Səngər qalaya. Burada olmuşam. Çox bəyənirəm buranı. Özünü həm rayonda, həm də şəhərdə hiss edirsən. Qaxın günü çox pis isti vurur. Axşamı da çox sərin olur. Hal-hazırda gedib ayaqqabılarımı dəyişdim. Çünki çox isti idi corabda. Amma axşam donacağım üçün corab götürmüşəm sumkamda. Bu mənzərənin qarşısında otururuq çay içməyə. İndi isə biraz acmışıq və gəldik Berks restoranına.
girişine baxın. Hər yer yaşıllıq, ağac. Biz burada daha önce olmuşuq. Kebabları, yeməkləri çox dadlıdır. Sanki bir nağıllar aləmindəsən. Hər yer yaşıllıq. Qurana şifanı Bergsdən qayıtdıq. İndi yenə gəldik Valihin nənəsigilə. Burada özləri meyvə yetişdirirlər. Fındıq? Kuş. Çiva. Fındıq ağacı. Ne güzel güller var. Yoldaşımın nənəsigildən qayıtdıq. İndi mən çox paylaşmıram orada. Ailəvi yığılırıq, söhbət eləyirik. Bu arada qaynanam də gəliblər. Qaynım, qaynatam hamısı oradaydı. Çox maraqlı keçdi. Yenə bizim üçün çox dadlı yeməklər hazırlamışdılar. Qax yeməkləri. İndi qayıtdıq otelimizə və oğlanlar gedir yeyib içməyə. Biz də qızlar darıxmayaq deyə plan qururuq. Onlar maşınsız gedir. Yəqin ki biz maşından çıxarıq harasa. Qaxı kəşf eləməyə davam. Bu dəfə qız-qıza. Bu da otelimiz. Gəlib çatdıq. Gedək biraz dincələk. Orada canlı musiqi başlayıb oteldə, amma dünən orada oturmuşuq. Gəldik belə bir yerə. Çox qaranlıq küçələrlə göz gözü görmürdü. Burada şükür ışıq var. Buranın adı nə idi? İçəri bazar. İçəri bazar. Baxın İçəri bazarı. Park tapdıq. Çox şirin bir kafe tapmışıq. Bir səhərki geyinmə baxın, bir indiki. Bu qalın jaket, bu altdan sportivin altdan da futbolka. Deməli, Zərrinlə oturmuşduq. Qaynanam yığdı ki, sizə maxara hazırlamışam. İlk dəfədir belə bir yeməyi görürəm. Bu sacda hazırlanır və quyruq yağı saca vurulur ki, yapışmasın. Üstündəki nehrə yağıdır və bu balla yeyilir. İlk dəfədir belə bir məlumat əldə etdim. Çox dadlı görünür. Gecə saat 2-dir, qayıtmışıq otelə. Və burada belə bir pişik görmüşük. Kolyas çox qəşəng. Qapqaradır, balacadır. Hə, çox qəşəngdir. Afrikadan ya. Üçüncü gündən hər kəsi salamlayıram. Bir saat olar durmuşam. Makyajlı olduğuma baxmayın. Çox tez hazırlaşdım. Ukladkamı elədim. Birazdan gedirik səhər yeməyinə. Oradan da yenə gedəcəyik şəhər gəzintisinə. Amma bugün axşam artıq qayıdırıq. Bütün günü də itirmirik. Gəzirik, sonra qayıdırıq. Dünən çox maraqlı gün keçdi. Hər yerə getdik. Hər yer onsuz da tanıdığımız, bildiyimiz yerlərdi. Qısa-qısa hər tərəfi gəzmiş olduq. Hər yerdə şəkil çəkdirmiş olduq. Və dünən dediyim kimi yoldaşımın nənəsi də burada yaşayır. Onun yanına getdik. O qədər şirin xanımdır. O qədər mən onu sevirəm. O da məni sevir. Bizə o qədər gözəl yeməklər bişirmişlər. Çox gözəl qarşıladılar. Artıq partlayırdıq, yeyə bilmirdik. Ümumiyyətlə mən belə ailəvi yığışmaqları, ailə ilə vaxt keçirtməyi çox sevirəm. Təəssüflər olsun ki, bugün qayıdırıq, çünki artıq iş başlayır. Qaxda insanlar o qədər müasirdir. Dünən rəfiqəmlə şəhərə çıxmışdıq. Bir nəfər olmadı ki, yan baxsın, ya necəsə belə də sərt baxsın. O qədər mehriban insanları var. Heç kimin heç kimdən işi yoxdur. Ona görə deyirəm, sanki xaricdəsən kimi hiss edirsən. Çox sevirəm buraları və çıxdım indi bu gözəl mənzərəyə. Sizə əziyyət verdi. Çox sağ olun. Nə vaxt lazım olsa qulluğumuzdayım. Bazara gəlmədən gedə bilməzdik. Çünki istəyirlər palçıq turşusu almaq. Çox dadlıydı. Dünən yemişdik. Nasıl pendir idi? Siz istədiyiniz. Qoyun da olur, mal da olur. Üstündə dağ çiçəyi deyəsən, belə demişdilər. Çox da. İlk dəfədir bazara gəlmişik. Çox maraqlıdır məncə. Təzələmişəm.
Abdülhamid Ömer. Bence yediğiniz kırmızıydı. Bu ağ rengi. Bu qarasıdır. Tint qarası. Bunun da adını çox bəyəndim. Ne yaxşı. Maşından düşdüyü Qəbələdə. Burada belə bir yer var. İstəyirəm evdəkilərə, qardaşımgilərinə sağlam. İstəyirsən? Belə Bakı əli boş getmirik. Yol üstü dedi İsmayılda oturaq. Gəldik burada çay içməyə. Hayda bu gözəlliyə baxın. İndi burada oturub çay içəcəyik. Qaynanamın bişirdiyi squşonkalı qozlarla. Necədir dadı? Möhtəşəm. Qaynanamın əllərindən.